Siz də bugündəsiz dostlar və bir neçə suallarımız var. İstəyirəm elə vaxtdan istifadə edib bugün onların hamısını səsləndirim. Qonağımız kimdir bugün? Xaricdə Təhsil Akademiyasının rəhbəridir, xaricdə təhsil üzrə eksperti Ülvi Kazımov. Türkiyənin və Rusiyanın ən prestijli dövlət universitetlərinə qəbulları həyata keçirir. İmtahansız 100% qəbul olma şansınız var övladınızın. Diqqətiniz bizdə olsun. Aramla deyirəm nömrələrin ikisini də həm 055 ilə yığa bilərsiniz, həm də 060 ilə. 369 0000 və davam edirik. Təhsildə bugün. Ülvi bəy, mən bir dəqiqləşdirmək istəyirəm ki, deməli, əyani təhsil daha çox yəni, ala biləcəklər, yoxsa onlayn da mümkündür? Tamam, başa düşdüm sizin sualınızı. Tədrisin bütün forması bizdə var. Qiyabi, əyani, distant, hibrid. Bunu tələbə və valideynləri necə istəyirsə, biz o formada qəbul alırıq. Ancaq əgər tələbə Türkiyəni istəyəcəksə, Türkiyə Dövlət Universitetlərini və yaxud da özəl universitetlərini istəyəcəksə, yalnız əyani, distant, hibrid formada təhsil ala biləcək. Əyani formada təhsil alarsa Türkiyədə, diplomlar burada təsdiqlənir. Türkiyədə qiyabi yoxdur, olmadığı üçün məsafədən, yəni distant təhsil var. Bu distant təhsili alarsa, onun diplomları burada təsdiqlənməyəcək. Ancaq qiyabi formada diplomları təsdiqlənən Rusiya Dövlət Universitetləridir ki, Rusiyada qiyabi təhsil forması mövcud olduğu üçün və bizim də təhsil haqqında qanunvericilikdə bu mümkün olduğu üçün, bəli, Rusiyada istər əyani, istər qiyabi oxusun, diplomlar ikisi də tanınacaq. Amma Türkiyədə əyani oxuduğu halda diplomlar tanınacaq. Bu qədər bəsitdir. Çox rahatdır. Məncə də evdən çıxmadan, həm paralel olaraq kimsə çalışırsa çox gözəl bir fürsət olar. Amma bir şeydə, bir məqamda nəzərinizə çatdırım ki, hazırda yəni bizim qanunvericiyə dəyişikliklər olunmaq üzrədir. Yəni bunun təklifləri artıq verilib Milli Məclisə hibrid təhsil formasının rəsmiləşdirilməsi üçün, qəbul olunması üçün. Yəni önümüzdəki 5 illikdə də bu qəbul olunacaq. Yəni elə işçilər var ki, işləyir, təhsil almaq istəyir, amma gedə bilmir. Onlar tam sərbəst, hibrid formada təhsil ala bilər. Yəni məsafədən təhsil ala bilər, distant formada. Sonradan bu qanunvericilik qaydaya düşəndən sonra onu təsdiqlədə bilər. Allah. Bu qədər bəsit. Odur ki, bəli, rahat bir şəkildə həm əyani sizə bağlıdır, hibrid təhsil, onlayn təhsil və yaxud qiyabi təhsil. Hər bu demək olar ki, oxuma şansını əldə edə bilərsiniz, təhsil almaq şansını əldə edə bilərsiniz. Bir sual gəlib, magistr təhsili üçün hansı ölkələr Ülvi bəyə görə daha uyğundur? Yaxşı sualdır. 055-201-1005-ə WhatsApp nömrəmizə radiomuzun göndəriblər bu sualı. Çox gözəl. Bu məsələ belə deyim sizə, bu dəyişən məsələdir. Niyə dəyişən məsələdir? Hər universitetin fərqli-fərqli ixtisaslarında təhsil güclüdür. Misal üçün, Neft Sənaye Universitetində bizim neft fakültələri, neft kimya fakültələri güclüdür. Mühəndislik universitetində texniki fakültələr güclüdür. Eyni zamanda da texniki universitetimizdə. Başa düşürsünüzmü? Yəni bunu hansısa bir universiteti seçmək, yəni düzgün yanaşma olmazdı ki, bura yaxşıdır, bura pisdir. Ancaq mən onu demək istərdim ki, Azərbaycandan gedən tələbələrin 90%-i Türkiyə, Rusiya bazarının arasında, universitetlərin arasında paylanır. Bu da ondan irəli gəlir ki, bizdə türk dilli ölkə olduğumuz üçün onların tədris dilini başa düşürük. Bizə orada oxumaq asandır. Yeni dil öyrənmək lazım deyil. Və Rusiyanı da onlar seçir ki, bizim Rus dil qrupuna oxuyan uşaqlarımız, Rus sektorunu oxuyan uşaqlarımız və Rus universitetlərini seçirlər, Rusiyanın dövlət universitetlərini seçirlər. Onlar da belə rahatçılıqla gedib tədrislərini davam elətdirə bilirlər. Yəni dil bilmək və yaxud zəif bilmək o qədər də önəm daşımır. Önəm daşımır, çünki Türkiyədə artıq nə qədər zəif bilsən də, yəni bizim dilə bərabər dildir. Bilirik o dili. Rusiyanın da Rus bölməsini bitirənlər öz ana dili kimi bilirlər. Ona görə dil formada heç bir dil barəsində heç bir çətinlik yoxdur. Və universitet seçərkən də bu individual biz valideynləri, tələbələri qəbul edəndə onlarla danışırıq. Hansı ixtisasları istəyirsə, o ixtisaslara uyğun profilləşmiş universitetlər təklif edirik. Amma indi buradan məsəl üçün nəyisə deyim, hansısa ixtisasa haqsızlıq eləmiş olaram. Aydındır. Bəs xaricdə təhsil imtahansız mümkündürmü? Təbii ki, imtahansız mümkündür. Mən bu suala qismən olaraq cavab verdim, yenə təkrarlayayım. Xarici dövlətlərdə təhsil alan tələbələr üçün dövlətlər heç bir imtahan götürmürlər. Sadəcə olaraq imtahana bənzər dil bilikləri, hansı ixtisasda təhsil almaq istəyirlərsə, o ixtisasların bünövrə fənlərini yoxlayırlar. Əslində biz bu barədə danışmışdıq, dinləyicimizin sualı gəldi deyə. Tam imtahansız mümkündür və bunu da biz həyata keçiririk. Avropa ölkələrindən qəbullar həyata keçirirsinizmi? Bəlkə o baxımdan vurğulayır ki... Yenə də yoxdur. Bilirsiniz, qəbullar iki formada keçir. İmtahanlar o vaxt tələb olunur ki, tələbə və yaxud da valideyni universitetdən hansısa bir scholarship, təqaüd istəyir.
Aha, bəli. Təqaüd istədiyi halda universitet deyir ki, bəli, təqaüd verirəm, ancaq sənin tələbələrin mənim imtahanımdan keçməlidir. O imtahandan keçib yaxşı bal yığarsa konkurentlər arasında, bəli, o zaman o imtahana cəlb olunur. Amma yox, eləmirsə, sadəcə qəbul olub öz hesabını oxuyursa, burada imtahan tələb olunmur. Həm də burada bir məsələ də var da, bir çox ölkələrin universitetləri TOEFL-la IELTS-ı da, yəni sertifikatı O istəyir. xarici dövlət universitetlərinə Bəli. aiddir. Qismən də Türkiyənin özəl universitetlərinə aiddir ki, məsələn Boğaziçi Universiteti, Bilkənt Universitetidir. Bunlar bəli, bu sertifikatları tələb eləyirlər. Yenə deyim sizə, bu sertifikatları tələb eləyirlər. Kimlər ki Avropada, Qərbdə oxumaq istəyirsə, bəli, bu kimi sertifikat Duolingodur, IELTS-dir, TOEFL-dır, bu göstəriciləri olmalıdır. Amma biz yenə deyirəm sizə, hansı ölkədə təhsil almasına asılı olmayaraq biz tələbələrə istənilən universitetə imtahansız, rahat, zəmanətli və ilkin ödəniş olmadan, əsas da bunu vurğuluyuruq. Bizə ilkin ödəniş ödəmədən valideyn tam sərbəst olur ki, bu qarşımdakı şirkət, qarşımdakı adam işini görən adamdır. Aha, onda təhsil haqqında hissə ödəmək imkanı yaradır. Bəli, təhsil haqqı zaten bütün universitetlərdə, əksər Türk universitetlərində və Rusiyanın prestijli dövlət universitetlərində 2 hissədə ödənilir. Bir sentyabrın əvvəlində, 1-ci semestrin başlanğıcında, bir də 2-ci semestrin başlanğıcında yanvar-fevral ayında ödənilir. Aydındır. Peki nömrələri deyim dinləyicilərimiz üçün daha rahat olsun. Bu arada hara müraciət edəcəklər? Birinci ünvanı zəhmət olmasa siz deyin. Bizim ünvanımız belə deyim sizə, Batamdaq qəsəbəsi Özbəkistan səfirliyinin düz yanında yerləşir bizim binamız. Binamız bizim tələbə yataqxanamızdır, eyni zamanda ofisimizdir. Tələbə yataqxanamıza dediyim kimi 210 xarici tələbə biz saxlayırıq və bura gətirmişik, təhsil alır və belə yaxınlaşa bilərlər Batamdaq ən yaxşısı, qəsəbəsi. bəli, zəng etsinlər daha sonra. Bəli, bəli, daha rahat location göndərim, konum gəlsinlər. O zaman deyirəm nömrələri 2 nömrədir. Həm 055 ilə yığa bilərsiniz, həm də 060 ilə 369 0000. Qısa bir aramız var, qayıdacağıq. Umid təqdim edir. Canım